həmin vaxtı kimlər idi hakimiyyətdə? AXCP, Elçibəy, o birisi, bu birisi. Bu bildiyiniz bomj adamlar. Və bu adamlar da yəni qarantiya verir ki, İkrama, siz gedin, bizə kömək eləməyiniz çox vacibdir, çox sağ olun filan beşməkən. Və Əlişən Hümmətov əlindəki qoşun dəstələrini Qarabağa yollayır. Təsəvvür edirsinizmi? Bu qədər axmaqlıqmı olar? Və bu qoşun dəstələri Qarabağa gedəndən sonra Azərbaycanlılar başlayır Lənkəranı hücum etməyə və Lənkəranı tutmağa. İndiyənə kimi də elə bir qələmə verirlər ki, güya bunlar gəldi, orada Talış dövlətini dağıtdı. Talış əhali də bunlara dəstək oldu falan filan. Siz dağdası bir şey olsaydınız, həmin vaxt elə ermənilərlə bacarardınız. Bu hamısı boş söhbətlərdir. Tarixdə başqa şey var. Tarixdə bunun adı xəyanətdir. İkiyüzlülükdür. Başqa sözlər deməyim. Tərbiyəsizlik olacaq.